Salam hörmətli izləyicilərim. Leyla Channel kanalıma xoş gəldiniz. Mən rus dili və ədəbiyyat müəlliməsiyəm. Bugün sizlərlə Mavi Red Kalinka ilə rus dilini öyrənməyə davam edəcəyik. Deməli, keçmiş dərsimizdə biz sizlərlə qaydaları öyrənmişdik. Mətnləri oxumuşduq. Mən sizə çalışmaları vermişdim. Yəqin ki, onları eləyibsiz. Gəlin yoxlayaq. Упражнение номер 2. Burada buraxılmış sözləri tamamlamaq lazım idi. Доброе утро. Добрый день. Как у тебя дела? А у вас? Добрый вечер. Как у тебя дела? Спасибо, отлично. Как вас зовут? Упражнение номер 2. Burada isə əvəzlikləri yiyəlik hala çevirməyə lazım idi və bu formaya oxşar cümlələri qurmalıydıq. Я Иван, mən İvanam. Меня зовут Иван, mənim adım İvandır. Ты Мария. Тебя зовут Мария. Sənin adın Mariyadır. Он Антон. Его зовут Антон. Она Катя. Ее зовут Катя. Мы Катя и Иван. Их зовут Катя и Иван. Вы Саша. Вас зовут Саша. Они Саша и Нина. Их зовут Саша и Нина. Я Николай. Меня зовут Николай. Упражнение номер 3. Tamamlamaq lazım idi mətni. Закончите диалог. Доброе утро, Таня. Привет, Виктор. Как у тебя дела? Отлично. А у тебя тоже хорошо. Вы студентка? Да, я студентка. А вы? Я тоже студент. Пока. Пока. Вставьте пропущенные буквы. Упражнение номер 4. Tamamlamaq lazım idi. Hərfləri qoymaq. Спасибо. Хорошо. Привет. Студентка. Отлично. Плохо. Нормально. Yeni dərsimiz урок номер 2. Это мой друг. Bu mənim dostumdur. Новые слова. Yeni sözlər. Здравствуйте. Salam. Rəsmi şəkildə istifadə olunur. Как ваша фамилия? Sizin soyadınız nədir? Моя фамилия. Mənim soyadım. Как ваше отчество? Sizin ata adınız nədir? Мое отчество. Mənim ata adım. Как ваше имя? Sizin adınız nədir? Мое имя. Mənim adım. Очень приятно. Xoş oldum. Мне тоже. Mənə də. Друг. Dost. Подруга. Rəfiqə. Kollega. Həmkar. Преподаватель. Müəllim. Упражнение. Çalışma. Книга. Kitap. Что это? Bu nədir? Кто это? Bu kimdir? Это мой друг. Bu mənim dostumdur. Это моя подруга. Bu mənim rəfiqəmdir. Это мой коллега. Bu mənim həmkardır. До свидания. Sağ olun. Rəsmi şəkildə istifadə olunur. До завтра. Sağ olun. Sabaha qədər. Sağ olun mənasında istifadə olunur. Пожалуйста. Buyurun. Извини, bağışla. Извините, bağışlayın. Nичего, heç nə olmaz. Можно, olar. Вопрос, sual. Мэтн номер 1. Диалог номер 1. Здравствуйте, меня зовут Наташа, а вас? Salam, mənim adım Natasha'dır. Bəs sizin? Меня зовут Иван, mənim adım İvandır. Очень приятно, xoş oldum. Мне тоже, mənə də. До свидания. Sağ olun, до завтра, sabaha qədər. Диалог номер 2. Добрый день, меня зовут Антон Иванович Макаров, а вас? Hər vaxtınız xeyir, mənim adım Anton Иванович Макаров, а вас? Bəs sizi? Меня зовут Елена Борисовна Иванова. Mənim adım Елена Борисовна Иванова. Очень приятно, xoş oldum. Мне тоже. До свидания. Mənə də. Sağ olun. До свидания. Sağ olun. Burada isə mətnlər bir-birinə oxşardır. Bunları evdə oxuya bilərsiniz. Deməli, qrammatika. İsimlərin cinsi. On kişi cinsi, ana qadın cinsi, ano orta cinsi. Deməli, друг, dost, student, tələbə, çay, день, günorta, преподаватель, müəllim. Onların çoxsu samitləri ilə bitir. Axırıncı iki söz isə məhki znak ilə bitir. Deməli, onlar kişi cinsinə aiddir. Ana, подруга, rəfiqə, studentka, tələbə, Natasha, addır. Familiya, soyad, mать, ana. Onların bəzi A ilə hərfi ilə bitir,
Bəzi ya hərfi ilə bitir. Axırıncı söz isə məhki znak ilə bitir. Deməli, siz indi sual verərsiniz ki, biz necə başa düşərik? Söz məhki znak ilə bitirsə, kişi cinsinə aiddirmi, ya da qadın cinsinə? Mənasına baxaraq. Ano, utro, səhər. Отчество, soyad. Упражнение, çalışma. More, dəniz. İmə, addır. O, ye ilə bitir. Axırıncı söz isə mə ilə bitir. Deməli, orta cinsinə aiddir. Притяжательное местоимение. Deməli, yiyəlik halda istifadə olunan əvəzliklər. Kişi cinsi, qadın cinsi, orta cinsi, cəmlik. Mənim, moy, maya, mayo, moy, mayi. Твой, sənin, твоя, твое, твои. Onun, его, 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 его. Ее, onun, qadın cinsinə aid. Ее, ее, ее. Наш, bizim. Наша, наши, наши. Sizin. Ваш, ваша, ваши, ваши. Onların. Их, 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 их. Deməli, burada çalışmalar var. Onları biz evdə eləyərik. Yəni, siz evdə eləyərsiniz. Sabah mən yoxlayacağım.